Quba Xanlığı Telegram kanalı 1918-ci ilin aprel-may aylarında Qubada baş vermiş soyqırımının qurbanlarını dərin hörmətlə və sınıq qəlblə yad edir və bu faciələ dair hadisə şahidlərinin ifadələrini, xatirələrini və o dövrə aid rəsmi məlumatları təqdim edən yazı silsiləsini təqdim edir. 1918-ci il dekabr ayının 13-də Quba şəhərində aparılan dindirmə zamanı 42 yaşlı Quba şəhəri sakini Məşədi Sultan Əskərov danışırdı. Bir gün səhər qəfildən şəhərin ətrafında atışma səsləri eşitdik. Məlum oldu ki, ermənilər şəhərə hücum etmişdir. Ailəmlə birlikdə tələsik Nüqədi kəndinə, sonra isə meşəyə qaçdıq. Bizimlə birgə digər Qubalılar da arvadları və uşaqları ilə qaçmışdılar. Biz meşədə vəhşi kimi, damsız, qidasız və yataqsız yaşayırdıq. Soyuqla, aclıqla və bir çox məhrumiyyətlərlə üzləşdik. Ucdan tutma hamımız xəstələndik. Çoxları qorxudan xəstələndi və indiyədək, məsələn mənim qızım kimi qorxudan xəstə yatır. Mənim özümdə ürək döyüntüsü yaranıb və yaşadığımız fiziki və mənəvi sarsıntılardan indiyədək özümə gələ bilmirəm. Mən, biz Qubalıların çəkdiyi bütün o əzab və mənəvi sarsıntıları sözlə çatdırmaq iqtidarında deyiləm. Ələ lənətullahi ələz-zalimin. Bilin ki, Allahın lənəti zalım qövmün üzərinədir.